Salam əziz 5-cilər. Bugün sizə 5-ci sinif Azərbaycan tarixindən 32-ci mövzunu izah eləyəcəm. Qarabağda quruculuq. Bundan əvvəlki mövzuda sizə torpaqlarımızın Vətən müharibəsi zamanı necə azad olunmasından danışmışdım. İndi isə azad olunan həmən torpaqlarda gedən quruculuqdan danışacağıq. Şəkildə nə görürsünüz? Məhv edilmiş abidələr, dağıdılmış məscidlər, təhqir olunmuş məscidlər görürük. Tarixən işğal etdiyi bölgələrdə həm də mədəniyyət abidələrini, məscidləri, kilsələri dağıdan xalqlar vandal adı ilə qalır. Bu gün də biz erməni vandalizmindən, yəni erməni vəhşiliyindən danışacağıq. Vətən müharibəsi dövründə ərazilərimizi bir-birinin ardınca azad edən Azərbaycan ordusu üzücü və dəhşətli mənzərə ilə qarşılaşdı. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz düşmən tərəfindən dağıdılmış, viran qoyulmuşdu. Elə yaşayış məntəqələri var idi ki, evlərin yalnız bünövrəsi qalmışdı. Azğın düşmən üçün müqəddəs heç nə yox imiş. Onlar Azərbaycanlılara məxsus qəbristanlıqları belə dağıtmaqdan çəkinməmiş, hətta qəbir daşlarını da sökərək küçələrə döşəmişdilər. Məscidlərimizin əksəriyyəti ya dağıdılmış, ya da donuz saxlamaq üçün istifadə edilmişdi. Qədim tarixə malik abidələrimizin bir çoxu yer üzündən silinmişdi. Müharibədən sonra Füzuliyə səfər edən Ali Başkomandan İlham Əliyev çıxışında bu vəhşilikləri xüsusilə vurğulamışdı. Bugün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur. Bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə yeksan edilib. Siz yaxşı xatırlayırsınız. Azərbaycan xalqı yaxşı xatırlayır. Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar etmir. Hətta bunu ermənilər özləri də etiraf edirlər. Sosial şəbəkələrdə məşhur olan erməni blogerlərindən biri Qarabağdakı qondarma rejimin üzvlərinə xitabən belə yazmışdı. Bugün yaşayış məntəqələrindəki dağıntıları görən xarici jurnalistlərin tutqun simalarına baxın. Jurnalistlər söz tapa bilmirlər. Bu vəhşiliyə kim icazə verib? Bu şəhərlər, abidələr, müqəddəs yerlər, adi binalar kimə nə idi baxı? Siz niyə bunları bünövrəsinə qədər məhv etmisiniz? Biz indi dünyaya nə deyəcəyik? Müharibə başa çatandan sonra dağıdılmış ərazilərin bərpa edilməsi üçün xüsusi dövlət proqramı qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradıldı. Qarabağ və ətraf ərazilərdə geniş quruculuq işlərinə başlanıldı. Bu işləri həyata keçirmək elə də asan deyildi. Ərazilərimiz minalanmışdı. Düşmən isə minalanmış ərazilərin xəritəsini vermək istəmirdi. Təsadüfi deyil ki, müharibədən sonra işğal olunan azad olunmuş ərazilərdə onlarla Azərbaycan vətəndaşı minaya düşərək həyatını itirmişdi. Bütün bu çətinliklərə baxmayaraq, quruculuq işləri böyük vüsətlə davam etdirilir. Dövlətimiz çalışır ki, yurd yuvasından qovulmuş Azərbaycan vətəndaşları tez bir zamanda öz doğma yurdlarına qayıtsın. İlk qaranquşu Ağalı. İşğaldan azad edilən ərazilərdə qayıdış Zəngilan rayonunun Ağalı kəndindən başlandı. Ağalıda qısa müddət ərzində Ağıllı kənd layihəsi çərçivəsində ən müasir tələblərə cavab verən böyük kənd salınmışdı. Dünyada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı özü ilə müxtəlif yeniliklər gətirmişdi. Bu yeniliklərdən biri də Ağıllı kənd layihəsi hesab olunur. Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə tikinti və bərpa işləri Ağıllı kənd layihəsi əsasında həyata keçirilir. Bu layihə insanların gündəlik həyatını asanlaşdırmaq üçün İKT-nin imkanlarından istifadəni nəzərdə tutur. Onun tətbiqi rəsmi qurumların yerli sakinlərlə birbaşa əlaqə qurmasına, kənddə baş verənlərin və kəndin necə inkişaf etdiyinin izlənməsinə imkan verir. Ağıllı kəndin sakinləri hökumət orqanları ilə tez və rahat əlaqə qururlar.
Bunun üçün harasa getməyə ehtiyac olmur. Ağıllı kəndlərdə toplanan məlumatlar kənddə baş verən problemləri vaxtında aşkar etməyə, onların tez bir zamanda, qısa bir zamanda həllinə kömək edir. Dövlətimiz işğaldan azad edilmiş ərazilərin bərpası üçün milyardlarla vəsait ayırır. Quruculuq işləri çox sürətlə davam etdirilir. Qısa müddətdə Füzuli və Zəngilanda böyük təyyarə limanları, hava limanları inşa olundu. Yeni yollar çəkildi. Bu yollardan biri də Şuşa şəhərində, daha doğrusu bu yollardan biri Şuşa şəhərinə aparan Zəfər yoludur. Maraqlıdır ki, bu yol qəhrəman əsgərlərimizin Şuşaya hücumu zamanı keçdiyi marşrut xətti üzrə çəkilmişdi. Laçında, Kəlbəcərdə, çaylar üzərində qurulmuş su elektrik stansiyaları fəaliyyətə başlamışdır. Şuşa şəhərində də geniş quruculuq işləri aparılır. Azad edilmiş ərazilərdə yeni qəsəbələr salınır, kəndlər abadlaşdırılır. Qarabağ və ətraf ərazilərdən qovulan məcburi köçkünlər öz doğma yurdlarına qayıdır. Artıq Zəngilan, Laçın, Füzuli rayonlarında bir qrup əhali məskunlaşmışdı. Qayıdış mərhələ-mərhələ həyata keçirilir. Düşmənin əli ilə xarabazara çevrilən vətən torpaqlarında həyat yenidən canlanır. Yəni, bu kitab nəşr olunandan sonra yenə də addım-addım, mərhələ-mərhələ digər rayonlarda da əhali məskunlaşdırılır. Demək, biz danışdıq Qarabağda gedən quruculuq işlərindən. Kəlbəcərdə, Laçında, Zəngilanda, Şuşaya gedən yoldan danışdıq, Zəfər yolundan. Yəni, bu hissədə yerləşən rayonların, eləcə də digər rayonlarımızın yerini siz artıq əzbər bilməlisiniz. Hansı ki, yeni inzibati bölgü sayəsində yeni iqtisadi rayonlar yaradılıb. Bunlardan biri Şərqi Zəngəzurdur, digəri isə Qarabağ iqtisadi rayonudur. Erməni millətçiləri çalışırdılar ki, abidələrimizi dağıtsın. Bu yolla bizim oradakı tariximizi, etnik soy kökümüzü, oradan bütün tariximizi silməyə çalışırdılar, amma buna nail ola bilmədilər. Qarabağda gedən quruculuq işləri həm də məcburi köçkünlərin mənafeyinin qorunması üçün önəmli addımdır. Dövlətimiz onlara qayğı göstərir. İllərlə Qarabağa qayıtmaq arzusu olan insanlara orada şərait qurulur ki, orada bu da quruculuq işlərinin davamı kimi qiymətləndirilir. Əhalinin ard-arda ora köçməsi. Hansı şəhərdə idi ki, heç bir binada qalmamışdı bayraq sancmağa? Hətta o şəhərə İlham Əliyevin səfəri zamanı özü deyirdi ki, bu şəhər yerlə yeksən olunub. Füzuli şəhərinin, bəli. Düşmən məscidlərimizi xüsusilə necə təhqir edirdi? Orada donuz saxlamaqla. Bizim izlərimizi silmək istəsələr də buna nail olmadılar. Ümid edirəm ki, dərsi tam başa düşdünüz. Onsuz da bu çox asan və qısa dərs idi. Növbəti dərs izahlarında görüşənədək kanala abunə olmağı, videoları bəyənməyi unutmayın.